cinsel orqanlar yoluyla bədənə nələrin girib, nələrin çıxacağına aid buyruqlar ayrıntılı, izahlı və geniş şəkildə dilə gətirilmişdir. Tanrı bir çox yeyəcəyi qidanı yasaqlamış, qadağan etmişdir. Çünki onların kirlənməyə səbəb olduğu düşünülür. Və ayrıca adət qanı və mini kimi bədənsəl mayələrin çoxu da kirlətici olaraq görülməkdədir və cəmiyyətə zərər verməmələri üçün diqqətli bir şəkildə kanalizə edilməlidirlər. Cinsel əlaqə törəmə buyruğunu yerinə yetirmək üçün lazımlı idi, amma seks eyləmini ucaltılan o törəmə formasından çox asanlıqla bütün milləti riskə soxan bir günaha çevrilə də bilirdi və bunu günaha çevirmək, dönüşdürmək çətin deyildi. Seks evlilik üçün vazgeçilməz olduğu kimi siyasi bir fəaliyyətdir tamamilə. Və Tanrı Levilər kitabında müxtəlif cinsel məhdudiyyətləri bəyan edərkən əmr edir ki, qədimdə yaşadıkları o Misirdə etdikləri kimi etməyin və sizi gətirdiyim Kənan diyarında etdikləri kimi də etməyin. Onların əməllərinə uymayın. Misirdə yaygın olan və ölüm cəzasını gərəkdirən o ensest, heyvanlarla əlaqə və Kənan və Babildə yaygın olan o danışdığımız tapınaq fahişəliyi də daxil rədd ediləcək çox sayda əməl vardı. İbraniləri o ətrafındakı mədəniyyətlərdən daha da ayırmaq üçün Levilləri həm kişilər, həm də qadınlarla edilən zinayı qadağan elədi. Bu qadağaların hər hansı birini çeynəyən biri təkcə Tanrının nəzərində əxlaqsız olmaqla qalmır. Həmçinin də digər hər kəsin salamatını təhlükəyə atırdı. Bunun üçün də cəzası da böyükdür. Yəni bir kişinin yanlışı, bir şəxsin yanlışı